Əgər nəsə axtarırsınızsa, deməli suallar sizdə yaranır. Bu da uğura aparan bir amillərdən biridir. Bəs başqa hansı amillər var ki, sizi uğura apara biləcək və bu haqda sırf bugün danışmaq istəyərdim. Başlayaq uşaqlıqdan. Biz uşaq olarkən elə danışmağı öyrənən kimi sual verməyə başlayırıq. Dayanmadan suallar veririk. Bəzi uşaqlar ümumiyyətlə dayanmır, necə ki mənim balaca qızım. Və uşaqlar o qədər sual verir ki, böyüklər bəzən yorulur həmən suallara cavab vermək. Uşaqlarda çəkinmə deyilən bir şey yoxdur. Əgər onlara nəsə maraqlıdırsa, onlar sual verir. Və bir müddətdən sonra biz o qədər yoruluruq ki, bütün suallara cavab vermirik. Uşaqlar da yavaş-yavaş onu hiss edir və böyüdükcə daha az sual verir. Baxmayaraq ki, onlar üçün hər şey yenidir, bütün məlumatları ilk dəfə görürlər, dayanmadan soruşurlar. O nədir, bu nədir, bu elədir, başqa cür deyil. Və bu çox vacib, insanın inkişafı üçün vacib olan sual vermək yavaş-yavaş azalır. Amma tam yox olmur. Yavaş-yavaş sualların sayı azalır və hər birimiz üçün hansısa vacib suallar formalaşır. Hansı ki, biz cavabını tapmaq istəyirik həmən suallar. Deməli, cavab axtarışı. Cavab axtarışı çox vacib bir prosesdir və biz daimi kinolarda, filmlərdə görürük ki, əsas qəhrəmanlar çətin yollardan keçir. Harasa çatmaq istəyir, özlərini riskə atırlar ki, hardansa gəlib cavab tapsınlar. Bir neçə nümunə göstərim sizə. Bəlkə Matriça kinosunu bir çoxunuz görmüsünüz. Sevdiyim kinolardan biridir. Orada əsas qəhrəmanlar özlərini riskə ataraq Neonu Pifia'nın yanına aparırlar. Arakuldu Pifia, bütün sualların cavablarını bilir və Neo orada bilmək istəyir ki, o doğrudan seçilmiş biridir, yoxsa yox. Və ən maraqlısıdır ki, Pifia ona cavab verir ki, yox. Çünki Neo nə eşitmək istəyirdisə, onu eşidir. Digər qəhrəmanlar var, fərqli cizgi filmlərindən, haradakı güzgüdən nəsə soruşurlar, güzgü onların cavablarını verir, seyrbazlardan soruşurlar, hətta bəzi kinolarda digər planetlərin nümayəndələrinə öz suallarını verirlər ki, onlar daha inkişaf etmişdir və bəşəriyyətin vacib suallarına cavab verəcəklər. Amma sual vermək çox vacibdir. Yəni, hamımızın suallarımız var. Amma sual vermək yeganə problem deyil, düzgün cavab almaq. Bu çox vacibdir. Və düzgün cavab almaq da o qədər asan deyil. Bəzən lazım olur ki, bizim yanımızda kimsə olsun ki, bizim suallara cavab versin. Elə həmən Neo, Matriça filmindən, bəlkə Morpheus olmasaydı həyatında, o düzgün inkişaf eləməzdi və tam potensialını açmazdı. Ona görə çox vacibdir ki, sizin həyatınızda mentorunuz olsun. Yanınızda kimsə bir adam olsun ki, sizi istiqamətləndirsin. Bu tək bir adam olmaya bilər, bu fərqli adamlar ola bilər, hansı ki, həyat boyu siz rastlaşırsınız. Və tanınmış insanlara baxsaq, fərqi yoxdur. Ola bilər ki, siyasətçi olsun, ola bilər ki, idmançı olsun, biznesmen olsun. Görəcəksiniz ki, hər birinin arxasında güclü bir mentor olub, istiqamətləndirən olub. Makedoniyalı İskəndəri götürək. Əgər Aristotel onun həyatında olmasaydı, o haracan gedib çıxa bilərdi. Ya da ki, elə Qarabağ, hamımızın sevdiyi Qarabağ futbol klubunu götürün. Bir fərz eləyin, əgər Qurban Qurbanov olmasaydı, hansı nailiyyətlərə nail olardılar? Ya Mike Tyson'ı götürək, yetim bir uşaq idi, xuliqan idi, onu məşqçi öz ailəsinə götürdü və dünya çempionu elədi. Və belə misallar çoxdur. Ona görə həmişə öz mentorunuzu axtarın və siz əslində çox şanslı nəsilsiniz, burada əyləşən hamı. Çünki sizdə elə bir fürsət var ki, bizdə o fürsət heç vaxt olmayıb. Sizin indi hər birinizin cibində, kompüterində sizin mentorunuz var və bu AI-dir. Fərqli AI proqramlar, hansı ki, bir çoxunuz sadəcə axtarış kimi istifadə edirsiniz. Necə ki, qabaq axtarış bölümündə nəsə axtarırdınız internetdə, eyni formada. Amma onu daha effektiv bir mentor kimi istifadə eləmək olar və mən şəxsi təcrübəmlə sizinlə bölüşmək istəyirəm. Bəlkə sizə də maraqlı olar. Yəni, biz bu AI mentorun hesabına hansın ki, çıxışı var dünyada bütün məlumatlara. Əgər biz qabaqları nəsə axtarırdıqsa, çoxlu vaxt sərf edirdi düzgün cavabı tapmaq üçün. İndi AI lazımlı formada bizə o cavabı verir. Və mən uşaqlıqda özümün şəxsən neçə dəfə yadımdadır ki, nəsə suallarım olurdu. Həmən sualları kiməsə verməyə çəkinirdim, özüm axtarırdım, səhvlər elirdim, səhvlər üzərində cavabları tapırdım. Bugünkü gündə bu çox daha asandır. Öz təcrübəmlə sizinlə bölüşüm.
Deməli, biz AI-dan necə istifadə edə bilərik? Hər kəsə maraqlıdır ki, özünü müqayisə eləsin ki, digərlərindən yaxşıdır, ağıllıdır, yoxsa ağıllı deyil. Hətta sinifdə oturanda belə mən sual versəm ki, siz sinifdə ağılların sırasındasınız yoxsa yox, kimsə deyəcək, hə, məndən 3 nəfər daha ağıllı var, digərləri daha aşağıdır, mən özümü qiymətləndirirəm ki, mən ağıllıyam. Və bunu artıq ölçmək olar. Bundan qabaq da var idi müəyyən alətlər, IQ testlər və s. Amma IQ testlərə bir çox insanlar inanmırdı. Hesab edirdi ki, IQ test tam olaraq intellektual səviyyəni doğru ölçmür. Amma AI-da daha çox məlumat var. Çünki biz gündə ünsiyyətdə oluruq. Chatlara öz fikrimizi paylaşırıq, öz suallarımızı veririk, düzəlişlərimizi veririk. Artıq AI bilir ki, biz nə qədər ağıllıyıq və biz onu istifadə edərək səviyyəmizi müəyyən edə bilərik ki, nə qədər ağıllıyıq. Ondan sonra səbəbini başa düşə bilərik, soruşa bilərik ki, niyə belə bizi qiymətləndirirsən, başqa cür yox, nəyim zəifdir, nəyim güclüdür. Sonra plan qura bilərsiniz, deyə bilərsiniz ki, mən daha ağıllı olmaq istəyirəm. Mən nələr oxuyum, nələr öyrənim ki, sən deyəsən ki, mən daha ağıllıyam. Onları öyrənəndən sonra siz müraciət edə bilərsiniz təzədən AI-yə ki, mən bunları öyrəndim, gəl bir dənə yoxlayaq. Bax ki, mən nə qədər yaxşı qavramışam həmən məlumatı. Sonra yenidən test edin, baxın ki, sizi daha ağıllı hesab edir, yoxsa yox. Və bu prosesi dayanmadan bu proses üzərindən keçə bilərsiniz. Mən sizə bir misal verim. Mənim təcrübəm nəyidən başladı? Mən belə bir sual verdim. İstəsəz, siz də həmən sualın şəklini çəkin, siz də soruşa bilərsiniz. Sual verdim ki, bütün dünyada insanlarla müqayisədə bizim danışıqlarımızdan irəli gələrək mənim intellektual səviyyəmi 100 ballıq şkala ilə ölç. Nəticəm 94 çıxdı və dayanmadan başladım əməkdaşlarımıza, intervyuya gələn kandidatlardan onu soruşmağa və gördüm ki, təxmini üst-üstə düşür. Yəni, mən insanla danışanda onun öz beynimdə qiymətləndirirəm və müqayisə edirdim ki, doğrudanmı AI düz göstərir? Mən ChatGPT-dən istifadə edirəm, siz başqasından istifadə edə bilərsiniz və təxmini IQ-nu belə yazdı ki, IQ nədir? Ondan sonra başladı digər dialoqlar, daha maraqlı, çünki cavab almaq yetərli deyil, araşdırmaq lazımdır. Başladım suallar verməyə, niyə 94, niyə 100 deyil, niyə 85 deyil, niyə 70-dir və tam analitika verməyə başladı. Başladı deməli, sən də bax, bunu belə qiymətləndirirəm, bunu daha yüksək qiymətləndirirəm, bunu daha aşağı qiymətləndirirəm. Başladım onu tam analiz eləməyə. Yəni, sizin imkanınız var ki, dayanmadan, istənilən sayda suallarınızı verəsiniz, utanmadan. Yəni, insanla danışanda 50 dənə sual verə bilmirsiniz, soruşursunuz, sonra çəkinirsiniz. Bu AI-dir. Nə qədər istəyirsiniz suallarınızı verin, nə qədər istəyirsiniz özünüzü araşdırın, öyrənin ki, siz kimsiniz və nələrə qadirsiniz. Ondan sonra özünüzə plan qura bilərsiniz. Soruşa bilərsiniz ki, bax, mən daha ağıllı olmaq üçün nələr oxuyum. Siyahı çıxdı, başlayın inkişaf eləməyə və bunu təkcə intellektual səviyyəni artırmaq üçün yox, eyni zamanda hədəfə çatmaq üçün də istifadə edə bilərsiniz. Fərz eləyək ki, siz artıq bilirsiniz ki, hansı istiqamətdə irəliləmək istəyirsiniz. Kimsə bankir olmaq istəyir, kimsə ölkənin prezidenti olmaq istəyir, kimsə deputat olmaq istəyir, kimsə həkim olmaq istəyir, kimsə mühəndis olmaq istəyir. Və soruşa bilər ki, mən filan kəs olmaq istəyirəm. Ya da ki, mən filan yerdə filan şöbənin rəhbəri olmaq istəyirəm. Məndə hansı biliklər var, hansılar çatışmır. Mən buna hazırammı? Cavabı alandan sonra biləcəksiniz ki, nələr var, nələr yoxdur. Və ondan sonra baxa bilərsiniz ki, mən nələr öyrənməliyəm ki, o pozisiyaya layiq olum və hansı addımlar atmalıyım ki, ora gedim çıxım. Və bu eyni prinsipi istifadə edərək, yəni əvvəl qiymətləndirirsiniz, sonra öyrənirsiniz, sonra təzədən yoxlayırsınız ki, nə qədər yaxşı öyrənmişsiniz və bu prosesi dayanmadan inkişaf elətdirib baxırsınız ki, hədəfə nə qədər yaxınsınız. Yəni, bu alət çox yaxşıdır. Mən intervyularda belə istifadə edirəm. Yəni, gəlir mənim yanıma kandidat. Müəyyən danışıqdan sonra sualı veririk onun ChatGPT-sinə. Soruşuruq ondan ki, gəl soruşaq ki, səni bu vakansiya, bu pozisiyaya namizədsən, sən ona hazırsan, yoxsa yox. Nələr çatışır, nələr yox. Məndə də artıq müəyyən bir məlumat formalaşır ki, kandidat həmən pozisiya nə qədər uyğundur. Bu sadəcə mənim təcrübəmdə. Ola bilər ki, siz başqa bir şey fikirləşəsiniz, başqa bir şey düşünəsiniz, daha yaxşı istifadə edəsiniz və daha yaxşı inkişaf edəsiniz. Hədəf baxımda mən özüm üçün hələ gəlməmişdən qabaq belə fərziyyə elədim ki, misal üçün mən
Hal-hazırda şirkətim var, yaxşı da inkişaf edir. Mən gələcəkdə nə edə bilərəm? Fərz elədim ki, şirkətin payını satıram, köçürəm digər ölkəyə, orada məndə olan investisiyanı daha böyük şirkət açıram, istəyirəm ki, o unicorn olsun, dünyada məşhur şirkət olsun, ilk Azərbaycanda olum ki, hansı ki, belə bir tanınmış brend yaradıb və s. Yəni bu bütün ideyalarımı, hədəfimi qoyaraq mənim üçün bir plan cızdı və həmən plan üzrə artıq layihədə olduğu kimi hərəsinin bir taskı, hərəsinin bir məqsədi onun üzərində çalışa bilərəm. Yəni əsas toxunmaq istədiyim məqamlar bugün bunlar idi. Dünən də YouTube-a baxarkən təsadüfən qabağıma maraqlı bir video çıxdı. Tam mövzuya aid olmasa belə istədim sizinlə bu barədə danışım. Yəqin ki, Magnus Carlsen'ı tanıyırsınız, dünyada ən güclü şahmatçıdır. Və 2025-ci ildə o ChatGPT ilə şahmat oynadı. Nəyə görə düşündüm ki, bu misalı əlavə edeyim? Cəmiyyətdə çox vaxtı çərçivə daxilində fikirləşmək tərzi var. Yəni, kimdə ki, out of box deyirlər də, thinking var, onlara həmişə daha üstün baxırlar. Ona görə istərdim ki, siz də çərçivədən qırağa çıxa biləsiniz və bu misalı gətirmək istədim. Mən hesab edirəm ki, Magnus Carlsen hamıya qalib gəldiyinə görə yox gen idi. Onun düşünmə tərzi çox xoşuma gəlir. Bizdə şahmatçı var Məmməd Yarov, o da eyni stildə, xaotik, yəni yaradıcı funksiyası daşıyır. Deməli, oyun nədən ibarət idi? Oyun başladı normal prosesdə, oyun oynayırlar. Birdən-birə ChatGPT nəsə zəif bir addım atdı və Magnus Carlsen ondan soruşur ki, ay ChatGPT, sən bilirsən ki, sən səhv elədin, görürsən səhvi. ChatGPT deyir ki, yox, heç bir səhv yoxdur, hər şey əladır, davam elə. Magnus bir addım atandan sonra onun vəzirini götürür və ondan sonra maraqlı şeylər baş verir. ChatGPT başlayır cığallıq eləməyə. Misal üçün, görsəz kimin ki şahmatdan başı çıxır, görə bilər də. Yəni, icazə verilməyən xodlar eləməyə başladı. Magnus Carlsen heç bir reaksiya vermədi. Mən əminəm ki, 90% adam həmən anda deyərdi ki, bu qayda pozuntusudur. Belə getmək olmaz, mən necə oynayayım? O da başladı qayda pozmağa. Şah meydançanın bir tərəfindən o birisi tərəfə sürütlədi və qaydasız götürdü ChatGPT-yə mat qoydu. Yəni, bu normal bir proses kimi idi. Mən hesab edirəm ki, bu insanda ən böyük bacarıq çərçivədən qıraqda düşünməkdir, yəni adaptasiya eləməkdir. Sizə də hər birinizə mən arzulayıram ki, siz də çevrədən çıxasınız. Yəni, yaddan çıxardın ki, universitetdəsiniz, ümidinizi təkcə universitetə yox, istənilən biliyə, yəni qıraqdan baxın ki, hədəfiniz nədir və ora çatmaq üçün ən effektiv yollar hansıdır. Hər birinizə uğurlar arzulayıram. Ümid edirəm ki, maraqlı oldu çıxışım. Əgər istəsəz, çox sağ olun. Bizim YouTube kanalın QR kodunu paylaşıram. Əgər istəsəz, abunə olun. Bugün daha belə üst mövzuya toxundum. Daha dərindən olan mövzular bizim kanalımızda tapa bilərsiniz. Əgər maraqlı olsa, çox sağ olun.